Deməli, birinci sual. Demək, texniki tapşırıq hansı mərhələdə hazırlanır? Kim deyər, uşaqlar, texniki tapşırıq. Deyim mən. Filiz. Layihələndirmə. Bəli. Layihələndirmə hansı mərhələdir? Neçənci mərhələdir? Birinci mərhələ. Birinci mərhələdir. Bəli. Ümumi neçə dənə mərhələdən ibarətdir? Veb saytın 6 mərhələdən hazırlanması. ibarətdir. Neçə? 6. 6. Bəli. Yaxşı. Bu belə. İkinci sual. Hipermətn. Kim deyər, uşaqlar, hipermətn nədir? Mikail, de. Başqa sənədlərə istinadların olduğu mətndir. Bəli, belə deyək də, elə bil ki, linkdir. Uşaqlar, hər hansı veb səhifədə istinad göstəricisini onun üzərinə apardıqda, istinad göstəricisi dəyişir, əl işarəsini alır. Bəzən istinad sol düyməsini vurmaqla, bəzən də kontrol istinad sol düyməsini vurmaqla, həmin istinadın üzərində vurmaqla, həmin istinadın olduğu veb səhifəyə keçid eləyə bilirik. Burada demək, düzgün cavabımız oldu. Başqa sənədlərə istinadların olduğu mətndir. Bəli. Üçüncü sual. Veb səhifə hazırlamaq olmaz. Kim deyər? Deyim. Sabir. De görüm Sabir. Paint'də hazırlama olmaz, daha dəndir. Paint'də hazırlamaq olmaz. Bu qrafik redaktordur. Bəli. Microsoft Word bu mətn prosesordur. Olar. Notepad mətn redaktorudur. Olar. Adobe Dreamweaver nədir? Sabir. Bu C variantındakı nədir? O da veb saytlar yaratmaq üçün də Veb sayt kod əsaslı veb proqramıdır. yəni HTML redaktorudur da, belə deyək. HTML redaktorudur. Bəs Yukos Yukos o da hazır veb sayt deyil. bəli, hazır şəkildə, avtomatik şəkildə hazırlanması üçün istifadə olunan proqramdır. Digərləri hansılar idi? Bu, avtomatik şəkildə yaradan. Kim deyər? Biri Yukos, başqa? Gülçində. Bilmem. Nərgiz. 4'ü. Mikail. Müəllim, biri WordPress idi. Digərdəki idi. X. Wix. Yaxşı, veb saytın yaradılma məqsədi deyil. Kim deyər? Deyim. Elza de. Orada saytın aid olduğu şirkət haqqında informasiyanın çatdırılması bu aiddir müəllim. A variantı aiddir. Məhsul və ya xidmətin reklamları bu da aiddir müəllim. Saytın aid olduğu şəxs haqqında informasiyanın çatdırılması A variantı da aiddir. D variantı failin daha yüksək keyfiyyətdə saxlanılması xeyr, bu aid deyil. Bəli. Yəni uşaqlar, belə deyək də, bax, saytın aid olduğu şirkət haqqında informasiyanın çatdırılması. Hər hansısa bir şirkət, yəni məşhur elə bir şirkət varmı ki, onun veb səhifəsi olmasın, onun veb səhifə üzərindən tanıdılmasın. Yəni bu şirkətlərin e-mail adresi olur, nə bilim axı, veb səhifəsi olur, əlaqə deyək ki, nömrələri olur, istənilən bir sosial şəbəkədə səhifələri olur. Yəni ona görə A variantı doğrudur, olar. Məhsul və yaxud da xidmətlərin reklamı. Bəli, yəni bu da hər hansı bir şirkət ola bilər, fabrik ola bilər. Bunlar öz məhsullarını tanıtmaq üçün nə edirlər? Veb saytlardan istifadə edirlər. Saytın aid olduğu şəxs haqqında tanınmış şəxs ola bilər. Məsələn,
sənətçi ola bilər, bəstəkar ola bilər, rəssam ola bilər, yəni vəzifəli bir şəxs ola bilər. Bunların nəyi olur? Bir veb səhifəsi olur. Məhsul və ya xidmətlərin satışı birbaşa onlayn şəkildə satış eləyən veb səhifələr. Necə ki, bugünkü gündə tanış olan deyək ki, Umikodu, Temudu, nə bilim, AliExpress, Alibaba, Trendyol, bunların hər birinin öz nələri var? Veb saytları, veb saytların veb səhifələri hələ müxtəlif belə deyək də formalarda veb saytları var ki, bir neçə veb saytlar var ki, bunlar üzərindən satış edirlər. Faylların daha yüksək keyfiyyətdə saxlanılması heç aidiyyatı yoxdur veb saytı. Ona görə burada düzgün cavab D variantı olacaq. Bu haqqında niyə dayandım? Çünki bu haqda mən keçən dərsimizdə vaxt çatmadı danışmağa. Yəni müəyyən qədər məlumat vermiş oldum. Davam eləyək. Mərhələlər. Mərhələləri yəqin ki, də bilirik, daha hamımız bilirik. Layihələndirmə, dizayn, deməli, maketinin qurulması, yəni karkasını qururuq. Ondan sonra proqramlaşdırmanı həyata keçiririk. Proqramlaşdırma dediyimiz texlərin yazılması falan. Saytın nəşri və informasiya ilə doldurulması və layihənin müşahidə olunması və texniki dəstəyi. Nəysə arada səhv yazdım elə bir. 1, 2, 3. Demək, 1 layihələndirmə, 2 dizayn hazırlanması. Bura mən 6 niyə yazmışam ki? 3, aha, 6 gəlir. Yəni səhifə maketlərinin qurulması. Bu 4 olacaq. Səhvim burada o. 5, bu da 6. Ardıcıllıq bu şəkildə olacaq. Saytın nəşri və onun informasiya ilə doldurulması, layihənin müşahidə olunması və texniki dəstəyi. Bunlar haqqında müəyyən qədər keçən dərsimizdə danışmışdıq. 6. 6-nın birincisini desin Nərgiz, HTML redaktorları. Demək, buna aid olaraq birincisi, yəni Adobe Canvas, bir də başqa bir şey olmaz. Birincisini alırlar. Yaxşı. Mətn redaktorları. Səkinə. Müəllim, Demək, mətn redaktoru mən deyim. Səkinə. İndi bir WordPad olar, D variantı. WordPad mətn redaktoru deyil Səkinə. WordPad mətn prosesorudur. Mətn redaktoru Notepaddir. Üçü də desin Gülçin. Bütün proseslərinə də Microsoft Word. Bəs WordPad nədir? Mətn editoru idi mən. Redaktor eləyəndə axı. WordPad vasitəsilə Notepadla WordPadın nə fərqi? Eyni şey deyil. yox. Fərqlidir amma Notepadda formatlamağı yerinə yetirə bilmirik, amma WordPadda formatlamağı yerinə yetirə bilirik. Ona görə buna mətn prosesoru demək olar. Notepad sadəcə redaktə eləməkdən yanadır. Yəni deyək ki, mətni yazmaqdan yanadır. Bax.
Yaxşı, mən hal-hazırda notepad açamıram. Ən azından notepad-a baxaq. Bax, bu gördüyümüz notepaddır. Burada mənim köhnədən nəsə kodum qalıb. Sadəcə olaraq yəni nəsə yazıb və silə bilirsən. Elə bir 3 dənə menusu var. Bu menuların heç birindən formatlama yerinə yetirə bilmirsən. Yəni fail, edit, redaktə eləməkdə yanında view'da görünür. WordPad amma Word'dən biraz geri qalır. Orada eyni zamanda mətni redaktörlə bir yerdə formatlama da mümkündür. Ona görə də bu mətn prosesoru sayılır. Yəni B ilə D mətn prosesorudur. C isə mətn redaktorudur. Bu şəkildə. Yaxşı, 15.2. Uşaqlar, bax, bayaqki dərsimizdə dediyim hər bir şey burada var. Bütün teqlər izahları ilə bir yerdə bax burada verir. Yəni mən həm demişəm, həm də kitabınızda var lazım olan şeylər. Sizə qalır bir dənə sadəcə olaraq oxumaq və analiz etmək. Yəni analiz etmək dediyim odur ki, hansı teqin niyə bu formada yazıldığını bilmək. Yaxşı. Deməli, web səhifəni formalaşdıran faylların uzantısı hansılar ola bilər? HTML və yaxud da HTML. Yəni HTML nişanlama dilinin deyir uzantısı nədir? Biz o teqləri yazdıqdan sonra, işimiz bitdikdə sənədi hansı adda yaddaşa vermək lazımdır, hansı formatda yaddaşa vermək lazımdır? HTML və yaxud da HTML hər hansısa birindən istifadə edə bilərik. HTML sənədləri hansı teqlərlə məntiqi olaraq iki hissəyə ayrılır? Deyir, məntiqi olaraq iki hissəyə bölünür. Head, başlıq və body, gövdə. Bu belə. Ayrıcı düz xətt, horizontal row. Müəyyən qədər düz çəkə bilsəm. Aha. Bu şəkildə web səhifədə xətt çəkməkdə yana istifadə olunur. Ən böyük ölçüyə malik başlıq teqi. Başlıq və alt başlıqları təyin etmək üçün demişdik ki, H1-dən H6-ya qədər teqlərdən istifadə olunur. Bunların da içərisində ən böyük H1, ən kiçiyi isə H6-dır. Səhifənin özünün əsas məzmununu, yəni əsas strukturu özündə saxlayan nədir? Bədəndir, gövdə, body. Bunu bilərsiniz, alt xətt underline-dır, qalın bolddur, yəni A variantına belə deyil. Kursiv, I. Əlavə olaraq, yadınızdadırsa, dedik ki, strong qalın yazır. Ona görə 2-yə eyni zamanda D-yə aid eləyək. Emulated sözündəndir. Kursiv yazmaqda yəni istifadə olunur. 3-ə eyni zamanda C-ni əlavə eləyək. Fərqlərini də dedik ki, kim deyər uşaqlar fərqlərini? Kim desə ona əhsən. Məsələn, emulated-də M də kursiv yazır, I də kursiv yazır. Bunun arasındakı fərq. Kim deyər? Deyim mən. Başqa. Filizdə. Dedik ki, emulated, bir də i. Onların fərqi emulated seçdirilmiş mətn üçün yazır. Yəni mətn hər hansı bir seçilmiş hissəsini yazır. Amma i bütün elə bir mətn hissəsi üçün yazır. Yazır deməyək, web səhifədə eyni zamanda kursiv şəkildə yazılmış və seçdirilmiş hissəni bildirir. Həmin kursiv şəkildə yazılmış hissənin eyni zamanda seçdirildiyini bildirir.
Bəli. Yaxşı, davam eləyək. Baxın uşaqlar, siyahılarla bağlı gör nə qədər burada nümunə verib. Baxın, mən özüm kitabla işləməyi xoşlamıram. Ona görə kitabdan nümunələr gətirib kitabın üzərində işləmirdim. Amma həqiqətən də gözəl nümunələr var burada. İzahlı siyahıya aid olsun, nizamlanmış siyahı olsun, nizamlanmamış siyahısı olsun, izahlı siyahısı olsun. Hər biri haqqında qəşəng yəni nümunə var. Mən də izah verdim imkan qədər. Eyni ilə cədvəl, cədvəlin sətri, sütunu, xana. Aha. Yaxşı. Nizamlanmamış siyahıları formalaşdırmaq üçün. Nizamlanmamış nə dedik? Unordered dedik. Bir də li tegi dedik. Nizamlanmışda isə all tegi ilə, all tegi və li tegi vasitəsilə. All, yəni açılıb bağlayır. Li isə siyahı elementlərin özündə saxlayır. Eyni ilə izahlı siyahı. Description list, DL, DT, DD. Yaxşı, bunların usta biləsiniz, bu 1-dir, 2-dir, 3-dür. Bu tiplərin usta biləsiniz. Yəni, mən deməyimlə deməməyimdə elə bir fərq yoxdur. Əsas bu izah tələb eləyənlər, məsələn, 4-cü suala baxaq, deyir, teklərə görə alınacaq cədvəl neçə sütundan, yəqin ki, bunu soruşur, ibarət olacaq. Aha, indi baxın, gəlin indi bunu analiz edirik. Baxın, uşaqlar, söhbət cədvəldən gedirsə, table açıb, fikir verirsiniz, table-la bağlayıb. Bu nəyi bildirir? Bu, cədvəl olduğunu bildirir. Bu belə. İndi border məsələsinə axırda gələcəyəm, başa düşəsiniz. Cədvəl açıb, yəni cədvəli bağlayıb, digər verilənlər bu ikisinin arasında qalır. Burada cədvəli açdıqdan sonra bir dənə TR deyil. Dedi ki, TR nədir? Table row deməkdir. Yəni, cədvəlin sətri. Bir dənə cədvəl sətri açıb, yəni bir dənə sətr açıb və onu bağlayıb burada. Belə cızaq. Yəni bu hissə. Bu hissə, bax bu hissə bir dənə sətirdir. İndi bu sətrin içərisində nə var? TH. TH da dedik ki, nədir? Sütun başlığıdır. Yəni sətrin daxilində də sütunu verir. Sütun açıb, sütun bağlayıb və içərisində yazıb ad. Bu nə deməkdir? Yəni burada bir dənə ad yazılacaq. Ondan sonra yenə bir sətr daha, baxın, bir sətrdə soyad. Bir sətr dediyimiz bax buradır. Ardınca soyad. Bu birinci sətirdir. Ondan sonra bax burada ikinci sətr var. Bu hissəni görürsünüz. Yenə, bax burada birinci sətr görürsünüz, TR bağlandı da. Birinci sətrlə işimiz qurtardı. Bir ad var, bir də soyad var birinci sətirdə. İkinci sətirdə TR açdı, TD. İndi baxın, birinci sətirdə ad soyadı TH-la yazır. İkinci sətirdə TD yazır. Bu nə demək? Birinci sətr sütun başlığını bildirir. Verilənlər bazasını yadınıza salın. Bax, bu ad soyad sütun başlığını bildirir. Artıq ikinci sətirdə bunlar xanaları bildirir. Sütun başlığı deyil axı. İndi ardıcıl olaraq adın altına nə düşür? Elçin düşür. Soyadın altına nə düşür? İlqarlı. Ardıcıl olaraq. İlqarlı. Bu oldu ikinci sətrimiz bizim. Keçdik üçüncüsü. İkinci sətirdə TR ilə bağladı. Üçüncü sətri keçmək üçün bir dənə TR açıb. Yenə TD. Bir dənə cəmi sütun başlığı ola bilər. Onda başda TH verib. Qalanların usta TD olacaq. Neçə dənə sətr varsa, digərləri hansı şəkildə olacaq?
T-də şəklində olacaq həmin xanalar. Aha, yenə ardıcıl olaraq adın altında nə olacaq? Sabit. Soyadın altında nə olacaq? Məmməd. TR ilə 3-cü sətri bağladı və gəldi table-la bu açdığı table-ı bağladı. Yəni diqqətli oluruq. Tag açılıbsa, bunun mütləq bağlanan da olmalıdır. Image tagindən başqa. Bir dənə image, yəni şəkil tagindən başqa bütün taglərin hamısının bağlanışı var. Açılır, bağlanır. İndi deyəsə ki, müəllim, bu indi cədvəl olmalı, axı cədvəl olması üçün nə olmalıdır? Xəttləri olmalıdır. Yadınızdadır, mən deyirdim ki, table cədvəl taginin bir də border atributu var. İndi biz bunun xəttlərin olması üçün burada sadəcə olaraq table açıldıqdan sonra bu künc işarəsi deyək ki, burada olmur. Buraya yazır ki, border da yəni bərabərdir, qoyur, dırnaq açır, bir də tam ədəd daxil eləyir. Ən kiçik, yəni minimum olaraq daxil eləyə biləcəyimiz biri olacaq. Müsbətdən söhbət gedir da. Yəni maksimumda o qalınlıqdan asılıdır da. Yəni təbii ki, məntiqi olaraq biz çox da qalın eləyə bilmərik də cədvəlin kənar xəttləri və ya da xanaların kənar xəttləri. Yəni normalda 1 olur, minimum götürülür. Amma siz istəyirsiniz ki, burada 2 yazaq. Bu da piksellə ölçülür. Bu belə bu atributu yazdıqdan sonra table-ın bu bax işarəsini qoyuruq, bağlanan küncün qoyuruq. Yaxşımı? Əgər bax bu şəkildə olsaydı artıq bu belə olacaqdı. Bax bizim deyək ki, cədvəlimiz veb səhifədə belə göstərəcəkdi. Aha. Baxın. İndi bizə də neçə sütundan ibarət olacaq? Sütun 2 sütundan ibarət sadəcə olaraq. Ona başda da TH görməklə də görmək olur. Yəni bu belə sual düşənlər götürüb bu şəkildə cızmayın. Mən izah eləməkdən yana bu şəkildə cızdım. Sizdən sütunu soruşmur. TH. 2 dənə TH var, demək 2 dənə nə olacaq? Sütun başlı olacaq. Sizdən sətri soruşsaydı, neçə dənə TR var? 1, 2, 3 dənə. Yəni açılıb bağlananı bir götürürük də, bir cüt götürürük. 3 dənə də sətrin var burada. Vəssalam. Bu belə. Bu belə. Beşinci sualda cədvəlin bu xəttini çəkmək üçün istifadə olunan incə haqqında danışırdıq. Onu soruşur. Bu atribut nədir? Border atributudur. Onu bilirsiniz. Gələk bu 6-cı suala izahına. Bizə də uyğunluğu müəyyən. İndi uşaqlar, baxın, bunun biz cədvəlini qursaq, mən istəyirəm bunun cədvəlini quram. Bax, sütun başlıqları bu şəkildə olacaq. Ad, soyad, rütbə. Sütun başlıqları bunlardır. Niyə? Çünki 3 dənə TH verir. Bir dənə, bax, bu bir dənə sətirdir, birinci sətirdir. Birinci sətrin içərisində 3 dənə TH verir. TH sütun başlığıdır. Ad, soyad, rütbə. İkinci sətirdə Nicat, Hüseynov, Əskər. Yəni, ikinci sətrin ardıcı olaraq necə olacaq? Adı Nicat, soyadı Hüseynov, deyək ki, rütbəsi nədir? Əskər. Bu ikinci sətrimiz olacaq. Üçüncü sətrimiz nə olacaq? Adı Cavid, soyadı Məmmədli, rütbəsi Əskər. Bu olacaq. Dördüncü sətrimiz də budur. Adı Süleyman, soyadı Bağırov, rütbəsi yoxdur. Baxın, TD, boş, TD. Buradan danışırıq. Yoxdursa nə olacaq? Boş xana olacaq.
İndi uşaqlar, border bərabərdir 1 verdiyinə görə mən nə edirəm? Götürürəm bunu, çərçivələyirəm. Aha. Bax bu şəkildə çərçivəyə aldım. Bu belə, bu belə. Bax, bu da belə. Və bunları böldüm. Bu da oldu bizim. Bax, HTML-də bu şəkildə yazılır, təsvir olunur. Web səhifəni açanda brauzer bizim qarşımıza bu şəkildə çıxardır. Bu şəkildə çıxardır. Yəni, bunların çətin bir şey yoxdur. Sadəcə olaraq birinin məntiqini tutsanız, digərlərin hamısını bu şəkildə biləsiniz. İndi bizə nə deyir? Neçə dənə xana var? Xana sahib. Heç tutaq ki, bu cədvəli qurmamışsınız. Yəni, bu cədvəli qurmaq məcburiyyətində də deyirsiniz, sualı həll eləmək üçün. Yenə deyirəm, mən izah xətrinə qururam ki, belə deyək də, elə bir ki, daha görsəl olanda daha yaxşı başa düşürsünüz. Tutaq ki, bu cədvəli qurmamışıq. Bizdən soruşur ki, neçə dənə xana var. İndi uşaqlar, demişik ki, xanalar TD tegi vasitəsilə verilir. TD tegimiz neçə dənədir? 1, 2, 3'ü buradadır. 3'ü buradadır, 3 də buradadır. Bu bizə verəcək 9. Yəni, hər sətrin içində, hər sətirdə 3 dənə xana var. Bu bizə verəcək 9. Amma TD yazılmamağına baxmayaraq, bu TH ilə verilənlər də xanadır. Yəni, ad, soyad, rütbə. Onlar da xanadır. Yəni, bunu nəzərə alırıq. Nəticədə 12 dənə xana var. Yəni, uşaqlar, belə deyim də, düzdür. TD tegi imenli xananı bildirir. TH da sütunu bildirir. Amma xana TD tegi ilə verilməyib deyə biz onu saymaya bilmərik. Yəni, nəticə etibarilə TH tegi vasitəsilə də verilən xanadır. Yəni, ona görə onları da sayır. Yəni, belə deyək də, TR-in içərisində nə varsa bu xanadır. Bizim neçə dənə TR-imiz var burada? 1, 2, 3, 4 dənə TR-imiz var. 4 dənə TR-in hər birinin 3 dənə xanası var. Nəticə etibarilə 12 dənə xana var. Bu belə. Bu belə. Gəldik sütuna. Sütun, bu da TH. Ad, soyad, rütbə. 3 dənədir. Sətir, TR. Bir dənə TR, bir cüt daha doğrusu. 2, 3, 4. 4 dənəli sətir. Bu da belə. Yaxşı, bu 15.4 haqqında da bayaq müəyyən qədər məlumat verdim. Vacib olan şeyləri sizə dedim. Bunların içərisində bu biraz qəlizdir. Bu biraz bunun deyək ki, istinadın verilməsi var, istinad göstəricisi var. Bu rəng sxemidir falan, bunlar asandır. Bunlarda elə bir problemimiz olmayacaq. Arxa fonun rəngidir, arxa fonun şəklidir, nə bilim axı, aktiv istinadın rəngi, pasiv istinadın rəngi, mətnin rəngi, bunları biləsiniz. Bunlar çünki elə yəni məntiq istəmir. Amma indi istinad göstəricisi olacaq. Deyək ki, qrafik faylının mı, səs faylının mı, video faylının mı web səhifəyə yerləşdirilməsi olacaq. Bunlarda bir balaca diqqətli olmağınız lazım olacaq. Nümunəsi ilə bir yerdə uşaqlar hamısını verib, sadəcə oturub yenə deyirəm, analiz eləmək lazımdır, baxmaq lazımdır. Burada web səhifənin fon şəkli. Ümumiyyətlə, uşaqlar, web səhifənin teksturası ilə bağlı, rəng sxemi ilə bağlı hər şey body'də verilir. Bu nəzərinizdə olsun. Yəni, bayaq dedikdə body'lərdir, bədən, gövdəni bildirir. Yəni, çox struktur, çox şey harada verilir? Body'də verilir. Web səhifənin fon şəkli hansı atributla müəyyən edilir? Bu arada yox, body hansı tagdə verilən atributla?
body tagi ilə verilən də, yəni body tagdir, şəkil isə backgrounddur. Yəni bu birinci sualda atributu soruşsaydı background seçəcəkdik. İkinci sualda artıq soruşur. Son şəkli soruşursa backgrounddur, rəngi soruşursa BC kalırdı. Bu belə. Qrafik faylı web səhifənin məzmununa yerləşdirmək üçün istifadə olunan tag. Qrafik faylı web səhifənin məzmununa yerləşdirmək üçün istifadə olunan tag image tagidir. Image. Və burada yoxdur. Bu sualda problemimiz var idi. Bu təzə nəşrlərdə deyəsən bu problemi aradan qaldırıblar. Yəni siz kitabınıza baxsanız bu image yəqin ki burada hardasa veriblər. Variantların birində veriblər. Image dedik ki tagdir da, atribut deyil. Və istifadə olunan tag hansıdır? Image tagidir. Əgər sizdən buradan soruşsaydı atribut hansıdır? Source-u götürəcəydiniz. Bunlar vacib deyil. Gəldik bax bunlar. Vacib olan 4, 5, 6'dır. Bunlara baxaq. Demək. Doğru qeyd olunmuş istinadı göstərin. İstinad haqqında bayaq səhv eləmirəmsə danışmadıq. İstinad yerləşdirmək üçün, web səhifəyə istinad yerləşdirmək üçün A tagindən istifadə olunur uşaqlar. A. Həmin A taginin də özünün atributu var, ref. Yəni bir yerdə yazılır A ref. Bu şəkildə. Bu arada böyük adı ola bilər. Heç bir fərqi yox. Bax bu A ref bir yerdə yazılır. Burada bu bağladı. Yansın da buradan açaq, bağlayaq, A deyək. Amma bu şəkildə verilir. İndi bizdən istinad deyirsə, A ref axtarmalıyıq biz. A source yanlışdır, A hərfi yanlışdır, A source yanlışdır. Ya A-dır, ya B-dir. İndi. A ikisində də A ref verib, A ref bərabərdir. İndi mən burada yazdığımın strukturuna baxın, fikir verin. A və B variantlarından birinin strukturu buna uyğun gəlmir. Kim deyər, hansı uyğun gəlmir? Deyim. A variantı. Elza de görüm. Məncə A düz olun. Mən B düşündüm ki, B uyğun gəlməyəndir. A B uyğun uyğun gəlir mənə görə. gəlməyəndir. Bəli. Niyə? Çünki burada bu A ref açılı B. Ümumiyyətlə sizə bir şey deyim uşaqlar. Tagin atributu tag ilə bir yerdədir. Boşadırlar. Mən burada yazmışam A ref açıb burada bağlamışam. Görürsünüz, refi də qatmışam A-nın yanına. Burada bu işarə qoyulmuyor B variantında. Yanlış buradadır. Burada düzgün cavab A variantıdır. Baxın, A ref bərabərdir http dim.gov.az açılan tagin qapalı küncün qoyub. Bax, belə deyək də, bir taglər açılır, bir də bağlananda açılan tag budur, bağlanan tag də budur. Yaxşımı? Yəni, bu şəkildə ola bilməz. Yalnız belə ola bilməz. Bunun bir də busu olmalıdır. Yəni, kiçiyin bir də böyüyü olmalıdır. Bax, fikir verirsə, B variantında bu yox. İndi doğru qeyd olunmuş istinad. İstinadımız nədir? Bizim deməli dim.gov.az saytına keçid etməkdən yana istifadə olunan istinaddır. İstinad göstəricisi burada nədir? İstinad göstəricisi dimdir. Yəni dimin üzərində biz tıqqıldasaq sağ sol düyməsin, dim.gov.az saytına bizi yönləndirəcək. Gəldik 5-ci suala. 5-ci sualda bizə deyir ki, qrafik fail istinad göstəricisi kimi istifadə olunur. İstinad göstəricisi burada nədir? Burada mən nəyi dedim? Bax, bu hissədir. İstinad göstəricisi nəsə yazıla bilər də, yəni bizim istəyimizdən asılıdır ora nəsə yazmaq. İstinad göstəricisini biz üzərində tıqqıldatdıqda bizi yönləndirir web səhifəyə. İndi ki, qrafik fail istinad göstəricisi kimi istifadə olunub, ref bərabərdir olmayacaq da, digər tərəfdəki olacaq.
Bax, məsələn, ümumiyyətlə C variantı yanlışdır. D variantı da yanlışdır. A, B, Y variantlarında. B variantı A href bərabərdir simurq.png simurq. Qrafik fail istinad göstərici kimi olması üçün burada simurq.png olmalı idi. B variantını çıxdıq. A mı, Y mi? Burada düzgün cavabımız bizim A variantıdır. Yoxsa? Yox. Burada düzgün cavabımız bizim Y variantıdır. Niyə? Çünki A variantının strukturu yanlışdır. Bax, bu onun içərisində olmalıdır. Bunlar haqqında ətraflı yenə də danışacağıq uşaqlar. Narahat olmayın.